Mərhum Seyyid Rəzi Rəziyallahu anh bura bir dənə qeyd vurub. Bu xütbə qutardı burada. Burada qeyd vurub. Deyir, və fil xəbəri rivayətdə var. Ənəhu ləmmə xətəbə bihazil xütbə. Həzrəti Əli Aleyhisselam ki, nə vaxt bu xütbəni oxudu, ikşərrət ləhəl culud. Cəmaatın qorxusundan əti ürpəşirdi. Biz deyərik, ətim ürpəşir. Elə deyərlər, elə deyirə, əti ürpəşirdi. Və bəkətül uyun, cəmaatın gözündən ixtiyarsız yaşlar tökülürdü. Və rəcəfətil qulub, qəlblər döyünürdü, çırpınırdı, qorxuya düşmüşdü. Və minannası mən yüsəmmə hazil xütbətə əl-qərra. Bu xütbənin bir adı da qərradır. Cəmaatdan bəziləri bu xütbəni qərra adlandırdılar. Yəni, işıqlı, parlaq. Da onlar o qorxulu tərəfinə fikir vermədilər də, tam şəkildə açdı, qoydu hər şeyi. Ana bətnindən, yadınızda olsa bu xütbə, İnsanın ana bətmindən başladı, nütfədən başladı, ta gəldi qiyamətinə qədər hamısını danışdı. Hər şey Əli Aleyhisselam açdı, qoydu ortalığa, qaldı bir dənə bizim əməl eləməyimiz.